kimin ürəyində bir zərrə qədər Allahın məhəbbəti olarsa, o insan tam dəyişər görərsən. İnsanın da Allahı sevməsi üçün onun neymətlərini dəyərləndirməyi lazımdır. Onun neymətlərini tanıması lazımdır. Və o neymətlərdən biri də Əhl-i Beytin vilayətidir ki, bunu da deyim, sözümü tamamlayayım. Deyirlər, bu zikri çox deyin. Elhamdülillah aləl vilayə. Şükür olsun ki, bizi Əleyhisselamı və Peyğəmbər Əhl-i Beytini sevənlərdən qərar verdin. Böyük neymətdir bu. Xoş o gənclərin, cavanların halına ki, belə bir zamanda Əhl-i Beytin yolunu tutublar. Xoş o ağsaqqalların halına ki, saqqalını, saçlarını Əhl-i Beytə xidmət yolunda ağardıblar. Bu məktəbə, bu əqidəyə xidmət yolunda ağardıblar. Bir nəfər gəldi İmam Sadiq Əleyhisselamın yanına, dedi, ənəl fəqir. Dedi, yəbnə Rəsulallah, mən fəqirəm, kasıbam. İmam Sadiq baxdı, dedi, əntəl ғəni. Dedi, yox, sən kasıb deyirsən, sən varlısan. Sənə dalıca dəlil gətirdi sözünə. Dedi, sənə 10.000 qızıl dinar verim, bizim Əhl-i Beytin məhəbbətindən bir zərrəsini verməyə razısan, dedi, yox. 20.000 verim, dedi, yox. 100.000 verim, dedi, yox. Dedi, bütün dünyanın hamısını sənə verim, biz Əhl-i Beytin məhəbbətini verməyə razısan, dedi, yox. Dedi, gördün ki, varlısan. Sənə Allah verdiyi neymət dünyanın hamısından üstündür. Bütün dünyada var olan, görünən, görünməyən neymətlərdən üstündür ki, Allah Əhl-i Beytin məhəbbətini bizim ürəyimizə daxil edir. Allah İmam Hüseyin əzadarlığını bizə qismət eləyib. İnsanlar var, 50-60 il yaşayıb, vallah belə insanlar var. Bir dəfə qismət olmayıb ki, İmam Hüseynin əzasında. İnsan var, deyim, mən məscidin qapısını heç tanımıram, tanımayacam da öləməcəm. Amma Allah bizə o qədər neymət verib ki, bizi bu insanların arasından seçib və öz yoluna hidayət edib. Ən böyük neymət budur və Allahdan ən yaxşı dualardan biri də budur ki, həmişə istəyən ki, ilahi son nəfəsimizə qədər hidayəti və Əhl-i Beytin vilayətini bizim əlimizdən alır. Dünyadan köçən məqamda o zaman ki, Əleyhisselam deyir, hamının başının üstünə gələcəm, hamının, bütün ölənlərin, kafir ola ya mömin. Amma möminlər ki, məni seviblər, bir ömür mənim məhəbbətimlə yaşayıblar, öləndə məni görəndə şad olacaqlar. Adam sevdiyi adamı görəndə sevinər də təbii. Amma mənə düşmən olanlar məni başlarının üstündə görəndə qəzəblənəcəklər. Onların axirət səfəri qəzəblə başlayacaq. Onlar əlini görüb qəzəblənəcək. Amma xoş o adamın halına ki, dünyada məni sevib və ölən anda da gözünü açıb məni başının üstə görür, sevinir ki, sevdiyimə qovuşuram və bu halda da dünyasını